Yoldaşlar, rayonlarda mühafizə işləri var, özü də çoxlu saydadır. Bir sıra rayonlardadır. Amma ilk öncə gəlin bir məqamı sizin diqqətinizə çatdırım ki, baxın, bu mühafizəçi işləri elə mühafizəçi işləridir ki, yəni ora həm təcrübəsi olanlar müraciət edə bilir, həm də təcrübəsi olmayanlar müraciət edə bilər. Təcrübəsi olmayanlar adi formada gözətçi olaraq işləyə bilir. Yox, əgər təcrübəsi varsa, heç olmasa 1 illik iş təcrübəsi varsa, onda növbə rəisi olaraq işləyə bilir, gözətçi vəzifəsi üzrə. Yox, əgər həm təcrübəsi var 2 il, 1 il deyil də 2 il iş təcrübəsi varsa bu sahədə, həmçinin kompüter bilikləri varsa, heç olmasa Word Excel bilirsə və ali təhsillidirsə, o zaman gözətçi rəhbəri olaraq işləyə bilir. Bəs yaxşı, bu işlər hardadır? O işlərlə də bağlı məlumat verim sizə. Bu dediyim işlər, yoldaşlar, həm Tərtərdə var, həm Lənkəranda var, həm Ağdamda var, həm də Bərdədə var. Yəni 4 dənə yerdə gözətçi işi var. Hər birində də 3 dənə variantı var. Həm yəni adi variant gözətçi var, həm gözətçi növbə rəisi işi var, həm də gözətçi rəhbəri olaraq var. Başa düşürsünüzmü? Hər birinin də şərti ayrıdır. Məsəl üçün, bayaq dediyim kimi, gözətçidən iş təcrübəsi tələb eləmir, amma gözətçi növbə rəisi variantında isə sizdən 1 illik iş təcrübəsi tələb eləyir, amma gözətçi rəhbərisi sizdən ali təhsil də tələb eləyir və 2 illik iş təcrübəsi də tələb eləyir və Word Excel-i də bilməyi tələb eləyir. Bu bir variant. Bundan əlavə təhlükəsizlik işi başqa yerlərdə də olmalıdır. Misal üçün, gəlin mən sizə başqa variantlardan da bəhs edeyim. Misal üçün, Ağdamda da var, Zəfər bağlarında. Orada da misal üçün, həm adi variant var, həm təhlükəsizlik əməkdaşı olaraq var, həm də növbə rəisi işi var. Sonra adı nədir? Mingəçevirdə də olmalıdır. Bəli, Mingəçevirdə də Azərbaycan Fish Farmda var, misal üçün, nəzarətçi işi. Bundan əlavə digər yerlərdə də olmalıdır. Misal üçün, Qusarda var, həm mühafizə rəhbəri işi, həmçinin də adi variantı var, yəni gözətçi olaraq variantı var. Bundan əlavə Şirvanda da var gözətçi işi, yoldaşlar. Bu işlərə müraciət etməkdə də çətinlik çəkirsinizsə, ümumiyyətlə, nəinki mühafizəsi, digər işlər də axtarırsınızsa rayonda və ümumiyyətlə bir sözlə, iş tapmanızla bağlı çətinlik çəkirsinizsə, özəl dəstəklər üçün əlaqə vasitəsinə yaza bilərsiniz. Əlaqə vasitəsi də profildə qeyd olunub. Siz bu videonu harada görürsünüzsə, misal üçün, gəlin təsəvvür eləyək ki, siz bu videonu TikTokda görürsünüz. TikTokda görürsünüzsə, o zaman əgər Toğrul Əzov adlı kanal bu videonu paylaşıbdırsa, o kanala daxil olun. Orada əlaqə vasitəsinə görə bilirsiniz, profilə daxil olduqdan sonra. Yəni, Toğrul Əzov sözünə toxunun bu kanalda. Orada profilə daxil ola bilirsiniz. Profildən də əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz belə. Bu qədər sadə. Sağ olun, salamat qalın, işsiz qalmayın.